Təbii ki, bizim ümid yerimiz dövlətimizdir. Bəli. Allah Azərbaycan Respublikasına dövlətini qorusun. Amin. Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım həqiqətən də Azərbaycan xalqının, dünya Azərbaycanlarının anasıdır. Bəli. Bir daha da bugün sübut olundu. Vətəndaşlar özləri də gördü. Biz Heydər Əliyev fondunda getdik, dərhal müraciət etdik, dərhal bizi qəbul etdilər. Ailəni qəbul etdilər. Sonra isə Azərbaycan Respublikasının Prezident Administrasiyasının da vətəndaş qəbulunda qəbul etdilər. Mühüm şəxslər, təşəkkür edirəm, adlarını çəkmirəm. Oradan birbaşa Azərbaycanımızın Səhiyyə Nazirliyinə məlumat verildi. Aha. Sonra isə bu uşağın xəstəliyi ilə bağlı olaraq o xəstəxanaya da müraciət olundu. Bəli. Getdik xəstəxanaya. Biz xəstəxanaya dərhal çatan kimi dərhal sırazu bizi qəbul etdilər. Bəli. Və qəbul edərək o uşağı dərhal sistemə otuzduraraq çox gözəl həkim bizi qəbul etdi, uşağa müayinədən keçirdilər. Bilirsiniz, bu xəstəlik Heydər Əliyev Fondu tərəfindəndir. Həm müayinləşir, həm bu cür xəstələrə Heydər Əliyev Fondu tərəfindən, Allah Leyla xanımın canını sağ eləsin, bu cür xəstələrə həqiqətən də dövlət və Leyla xanım böyük diqqət, qayğı göstərdilər. Bu xəstəlik müalicəsi çox bahadır, dərmanları bahadır. Ancaq bugün gözəl balamızın dövlət öz üzərinə götürdü, müalicələrini yüksək səviyyədə aparılıcı. Mən buna da ümidvaram ki, o uşaq gələcəyi bir gözəl ziyalısı olacaq. İnşallah. Bugün həqiqətən də mən qıraqdan bilirsiniz müşahidə etdim. Anaya, nenəyə, babaya o xəstəxanadan biz çıxanda onlar nə cür sevinirdilər. Bunlar inanmırdılar. Ancaq bugün dövlətimiz sağ olsun ki, vətəndaşına sübut etdi ki, Azərbaycan dövləti mənim vətəndaşım, sənin yanındayam.